bizim vətənimiz var. Əfsus ki, xanım, dövlət başa düşsə dövlətin də, xalqın da, millətin də sərvət onun ziyalısıdır. Əgər bir ziyalı yalaqdırsa, yaltaqdırsa, bir it yalına hürürsə, vay o millətin halına xanım. Ziyalı ziya deməkdir, nur saçmalıdır, milləti qabağa aparan deməkdir. Bizimkilər isə yaltaqlanır, dala çəkirlər. O ki, qaldı sualınız nə idi? Bahalaşma ilə. Bahalaşma. Xanım, bahalaşma kim yaxşı deyir? Elə prezidentin özü də pis deyir. Sən də pis deyirsən, mən də, hamıza ziyandır bunlarla. Bu da nə ilə əlaqədərdir? Dolların qalxması, neftin aşağı düşməsi. Biz çalışmalıyıq bizim vətənimizdə. Biz bu vətənə sahib çıxmırıq, ay xanım. Elə bil ki, bu vətəndə biz nə yaşayırıq? Nə kimi yaşayırıq bura? Turist gəlmiş yaşansa gedəcəyik buradan. Hara gedəcəksən? Olan şeylərə reaksiya vermirik. İndi biz bilirik ki, heç bir reaksiya lazımdır. Çünki onu da qeyd edeyim ki, bizim vətənimiz var, açıq deyim, mən ziyalıyam. Mən sözün düzünü deyənəm. And olsun Allaha, bizim vətənimizə, bax, baba, bu Azərbaycan var ha. Bütün qonum-qonşular hamısı, belə öpdüyünə baxma, gəlib o prezidentlər bir-birini öpürür. Əli təklikdədir bizə qarşı, onu biləsiniz. Və biz də içəridə bir qığılcım yaradaq, nə olar xanım? Kimin dərmanına su tökürük? Düşmən. Siz məni anladınızmı? Bəli. Bizə yaraşır mı onu eləmək? Biz eləməməliyik onu. Çünki biz ziyalıyıq, biz onun qarşısını almalıyıq, qoymamalıyıq. Amma bizim bəzi məmurlar öz başınalığı var. Bizdə demirəm, hər şey yaxşıdır. Bizdə məmur öz başınalığı da var, əyərimiz də var, əksiyimiz də var, səhvlər də var. Amma onunla bərabər dövlətim var mənim. Hamısı xanlıq olurlar, xanım.